Salamlar, vaxtınız xeyir olsun. Mən Altgüzəl Lakşin, insan psixologiyası metodisti. Bu video sırf real həyatda yolunu və izini itirmiş insanlara gəlsin. Bəzən olur ki, hər hansı peşə sahəsində gedib orada nailiyyət əldə edə bilməyən insanlar, yaxud universiteti bitirib beyin fikri toparlamaqda çətinlik çəkirlər. Niyə? Bəzən elə bir yaş dönəmi gəlir ki, 20-li, 30-lu yaşlar arasında söhbət gedir. Çox nadir hallarda 30-lu, 40-lı yaşlar olur. Çünki artıq o yaşda plan qurulmalıdır ki, bir növ bir bəhrə vermə mənasında. Və insanın həmin işsizlik, pulsuzluq, həyat mənfi cəhətlər var ki, məsələn, yaş gedir, ailə qurmursan kimi bəzi faktorlar toplanır və ailəsi tərəfindən bəzi övladlara baskı təsirləri nəticəsində travmalar 2 qat artır və artıq bu adam yolunu bitiricə itirdi. Sıfır. Və son nəticə etibarından da düşüncə tərzi də dəyişməyə başlayır. Artıq yaxşı şeylər pis şeylərlə əvəz olunur. Qısa, net qazanılan pullar istənilir. Əziyyətin üstünə xərc çəkilir. Çünki artıq yaş gedir. Tez bazar pul toplamalıdır kimisindən. Və nəticə etibarıyla da bəzi sosial platformalarda hazır qazanc meyarlarını gördükdən sonra təbii ki, heç kim yorulmaq istəmir. Yorulacaqsan, boş bekara yorulacaqsan. Ona görə həyat tərzinizi çalışın, sıfırdan düzəltməyə çalışın və kimsəni də eşitməyin. Yaxınlarınız, yəni eviniz içi, xaric, kənarda olan şəxsləri itirər karvan keçər misaldır. Qulaq asma. Bu qədər. Seanslarımız əyani və onlayn həyat.